Bugün əməliyyata gedirəm və sizlər də mənimlə birlikdə gəlirsiniz. Bugün sizlərə uzun illərdir yaşadığım bir problemi paylaşmaq istəyirəm. Təxminən 7-8 ildir ki, ötküsəmlə bağlı çox şiddətli ağrılar yaşayıram və bugün nəhayət ki, əməliyyat oluram. Səhər saatlarında isə gəlirəm klinikaya. İlk öncə Könül xanımın qəbulunda olub UZI-dən keçirəm. Daha sonra isə rentgen, qan analizləri, digər yoxlanışları bitirib İlçinlə birlikdə qalxırıq cərrahi şöbəyə. Burada artıq həyəcanlıyam. İlçinlə sağollaşıram və keçid edirəm otağıma. Həmçinin otaqda da yoxlanışlar davam edir. Daha sonra sənədlərə qol çəkib yavaş-yavaş hazırlaşıram əməliyyata getməyə. Əməliyyatım 1 saata yaxın çəkir və budur. Nəhayət ki, mən 7-8 illik ağrılarımdan bir gündə də qurtuluram. Gözlərimi açar-açmaz isə ilk İlçini görürəm və bu bütün əməliyyatlarım da eynən belə davam edir. Öz əlləri ilə mənə qulluq eləyib kefimi açmaq üçün əlindən gələni edir. Əməliyyatdan sonra isə 2 gün xəstəxanada qaldım. İlk günlərdə biraz gəzməkdə çətinlik çəksəm də, digər günlərdə isə daha çox gəzib, daha tez toparlanmaq üçün əlimdən gələni edirdim. Məni əməliyyat edib bu ağrılardan qurtaran şəxs də baxın elə bu Ramil doktor oldu. Əməliyyatdan sonra isə ilk 3 gün yoğurt, su, çayla qidalanmışam. Daha sonra isə yüngül dietik yeməklərlə. Bu müddət ərzində əlbəttə ki, rəfiqələrim də məni ziyarət etdi. Həmçinin ziyarətə gələ bilməyib gül göndərənlər də çox oldu. Nəhayət ki, mən öz evimə 2 gün sonra daha sağlam şəkildə gedirəm.